yuxuda atamı gördüm. Və o reallıq. Yuxu ölümlə qardaşdır da, belə bir hədis də var. Ən-nəvm əxul mevt. Gördüm atam bir çayın ətrafında oturub gəldim, adını deyirdim ona. Dedim, necəsən? Gördüm, mənə tərəf baxmır. Əlimi kürəyinə vurdum. Dedim, niyə küsümsən məndən? Dedi, küsümüşəm. Dedim, niyə küsümsən? Dedi, oğul, hər cümə axşamı mənim qonşularıma, biz tanış olmuşuq orada müxtəlif adamlarla, hərəsinə pay gəlir. Biri oğlu, biri qardaşı, biri kimsə pay göndərdi. Amma mən deyirdim ki, mənim bu qədər oğlum var, falan var. Mən o pay gəlməyəndə gözüm hələ qapıda qaldı. Axı, onlar mənə öz paylarından azuqə verdilər. Mən narahatam və sanki bu yuxu məni oyatdı. Cümə günü oldu artıq, cümə axşamından cümə günü. Təsəvvür eləyin, mən dərhal durdum, dəstəmaz aldım, Yasin oxudum və özümü çox narahat hiss edirdim yenə həmən günü. Yenə də mürgülədim, yatdım, eyni halı gördüm. Gördüm, atam oradan su götürür, mənim üzümə atır. Dedi, çox böyük hədiyyə gəldi mənə, paylarını da verdim, borclarımı da verdim filan. İnan ki, bax, danışa-danışa mənim sanki ruhum tamam dəyişir.